Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Biz sizinlə Paradoks Tərdid Mərkəzində təşkil olunmuş OTK-nın blok sınağının Azərbaycan dili suallarına baxacağıq 11-ci siniflər üçün. İzahdan öncə bir şey qeyd edeyim yoldaşlar. Əgər bu videonu 11-ci sinifdən aşağı siniflər izləyirsə, yəni 9, 10 və növbəti illərin 11-ci sinifləri bizim yeni tədris dilindən həm onlayn, həm də əyani dərslərimiz keçiriləcək. Buraxılış və blok istiqamətində dərslərə qoşulmaq üçün və yaxud da məlumat almaq üçün 051 51 460 05 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm Azərbaycan dili, həm də ədəbiyyat fənlərindən keçiriləcək. İzahdan öncə bir şey xahiş edirəm sizdən. Əgər bu videonun bir faydası dəyərsə, kanala abunə olmağı və videomu bəyənməyi unutmayın, zəhmət olmasa. Keçək suallara. Birinci sualda deyirsə, hansı mürəkkəb adın yazışı səhvdir? Müslüm Maqaməyev adına Azərbaycan Dövlət Filarmoniyası doğru yazılıb. Burada adına kiçiyinə yazılmalıdır. Vəliyevə Təranə Nazım qızı. Bu da doğrudur. Abbasqulu ağa. Bu yanlışdır. Ağa sözü kiçiyinə yazılmalıydı. Ağa. Əgər bu sözün əvvəldə gəlirsə, bu söz ağa sözü böyüyünə yazıla bilərdi. Cavab olaraq C variantı. Birləşmiş Ərəb Əmirlikləri, bu da doğrudur. Baykal gölü burada doğrudur. Hansı nümunədə müraciət bildirən söz işlənsə də mübtəda işlənməyib? Deməli, xitab işlənsin, amma mübtəda işlənməsin. Səncə bu evi hansı rəngə boyamalıyıq? Burada ümumiyyətlə xitab yoxdur. A variantı çıxır. Ey padşahım, sən bizim halımızdan agahsan. Burada xitab var, ey padşahım, amma mübtəda da var. Agahsan. Kim? Sən. Mübtədası olduğu üçün bu da şərt ödəmir. C-də arzu. İşçilər hər şeydən xəbərdar olurlar. Burada xitab var, arzu. Amma mübtəda da var, xəbərdar olurlar. Kim? İşçilər. Mübtəda olduğu üçün bu da şərt ödəmir. Məni azad elə, gedim, oğul. Burada xitab var. Mübtəda yoxdur. Gedim. Kim? Mən. Mən yoxdur. Azad elə. Kim? Sən. Səndə yoxdur. Kimi? Məni. Görürük ki, mübtəda yoxdur, amma müraciət bildirən söz var. Cavab oldu D variantı. O evə tək gedib, cənab. Cənab burada xitabdır. Xitab var. Deməli, gedib. Kim? O. Mübtəda da var. Ona görə bu da şərt ödəmir. Üçüncüyə baxırıq. Hansı nümunədə ilk söz qrammatik şəkilçisi qəbul etmiş isimdir? Qara, bax, qara. Gör necə yağır. Qar burada isimdir. A şəkilçisi, yönlü yağ şəkilçisidir, qrammatikdir. Biri götürürük. Qaranı düyüdən daha əvvəl hazırlayın. Burada qara, o belə deyək, düyü ilə yeyilən var. Aşqara bu mənada. Qara burada isimdir. Bitişdiricidir. I təsirli halda qrammatik şəkilçisidir. İkini də götürə bilərik. Qara qış üstümə tökər qarını. Burada qara sifətdir. Çıxdı. Qarı düşmən dost olmaz. Bu qarı belə deyək də qrammatik şəkilçisi yoxdur tərkibində. Qarlıdır dağların başı. Necədir? Qarlıdır. Qar sözün kökü, l leksik şəkilçisi, dır qrammatik şəkilçisi. Burada qarlı isə sifətdir. 5-də çıxır. Qaraltını əvvəl hiss etməli. Burada qaraltı isimdir. Qaradan qaral feili, qaraldan qaraltı ismi. N bitişdirici, I isə təsirli hal şəkilçisidir. Qrammatik şəkilçisi qəbul etmiş isimdir. Altını da götürürük. Cavabımız oldu 1, 2, 6, yəni D variantı. Hansı nümunədə sayın yazışı doğrudur? 4-cü mərhələ. Yanlış yazılıb. Həm nöqtə, həm də defis işarəsi qoyula bilməz. Ya nöqtə qoyulmalıdır, ya defis işarəsi. Ona görə A variantı çıxır. 5-ci palata. Baxın, bu yanlış yazılıb. Bu onsuz da 5-ci deməkdir. Ondan sonra C şəkilçisini artırmağa ehtiyac yoxdur. Yəni, bu Rum rəqəmləri şəkilçilərlə işlənə bilmir. Ona görə B variantı çıxdı. Fevralın 8-də. Baxın, burada mənsubə şəkilçisi olmamalıdır rəqəmlə yazılanda. Burada 8-in D formasında olmalıdır. Ona görə D də yanlışdır. Almaların 15-dən. Burada da in olmamalıdır. 15-in dən formasında olmalıdır. Bu da çıxdı. 7-ci zon isə düzgün yazılıb. Cavab olur D variantı. 5-də. Hansı nümunədə bütün qara hərflər yazılmış şəkilçisi hərəkət bildirən sözə artırılmayıb? Yəni, feili artırılmayıb. Düzgün insanlar heç kəsin haqqına girmirlər. Burada gün şəkilçisi düz feilini artırıb. Qıncın, quncun şəkilçisi, yoldaşlar, feillərdən sifət icradən şəkilçisidir. Burada da düz feilinə artırılmış gün şəkilçisi var. Onu şəkilçinin başqa bir sözlərə də artırıb feilə artırıldığını sübut eləmək olar. Məsələn, üzgün, üzgün, əzgin. Baxın, üz feilindən üzgün yaranıb, əz feilindən əzgin yaranıb. Deməli, qıncın, quncun feildən, sifət sözlərdən şəkilçisidir.
A variantı çıxdı. Uşaqların dərs oxumağı gecəyə qalmamalıdır. Oxumaq, oxu feilinə maq məstər şəkilçisi artırılıb. B də çıxdı. Mən qovurmanı xoşlayıram. Nəyi qovurmanı? Burada qovurma isimdir və qovur feilindən yaranır. Burada ma tüm qara hərflərlə olan leksik şəkilçisi qovur feilinə artırılıb. Ona görə C də çıxır. Otlar dağ döşündə ceyrandır, at da. Nə eləyər? Otlar. Otlamaq yəni feilidir. Burada da sözün kökü otdur. Otdan otla. R isə ar-ər şəkilçisidir. Zaman şəkilçisi A saytını itirib. Deməli, ot ismini artırılıb. Artıq bu feili artırılmıyor. Cavab olur D variantı. Doğru yoldan çıxıb əyriyə getmə. Get sözün köküdür. Mədə inkar şəkilçisidir və get feilini artırılıb. E variantda bizim şərti ödəmir. Növbəti suala baxırıq. Cümlələrə əsasən müqayisə cədvəlinə uyğun fikirləri müəyyən edin. Deyir ki, mən ona deməliyəm ki, kəndimizdə aldığım hər nəfəs mənə cənnəti xatırladır. Deməli, yoldaşlar, ikinci cümləndə oxuyaq. Yenicə dərsə başlamışdıq ki, at yarışlarının səsi sinfi bürüdü. Hər ikisini görürük ki, ki bağlayıcısı ilə bağlanıb. Deməli, adətən ki aydınlaşdırma bağlayıcısı ilə bağlanan tabeli mürəkkəb cümlələrdə baş cümlə birinci gəlir. Amma bəzən budaq cümlədə birinci gələ bilir. O zaman məzmunlu tabeli mürəkkəb cümlələrdə budaq cümlə birinci gələ bilir. Bunu necə fərqləndirir? Əgər onu sadələşdirəndə o feili bağlama formasına sala bilirsə, anda şəklinə sala bilirsə, deməli o ki ilə bağlansa da budaq birinci gəlmiş. Məsələn, dərsə başlayanda at yarışlarının səsi sinfi bürüdü. Bu formaya sala bilirəm bunu. Deməli, burada budaq baş sxemidir bu cümlədə. Amma bu cümlədə isə baş birinci gəlib, budaq ikinci gəlib. Bunu fərqləndirməyi bacarmalıyıq. İndi baxırıq. Bunu biləndən sonra tapmaq rahat olur. Deyir, tərkibindəki cümlələrin hər birində baş üzvlər iştirak edib. Mən ona deməliyəm. Nə etməliyəm? Deməliyəm ki, mən, baş üzvü var burada. Kəndimizdə aldığım hər nəfəs mənə cənnəti xatırladır. Nə edir? Xatırladır. Nə? Nəfəs. Bəli, bunun hər cümlənin mübtəda və xəbəri var. Bu cümləyə görə doğrudur. İndi görə ikinci cümləyə aiddirmi o? Aid olsa, deməli ortaq xüsusiyyət kimi yazılmalıdır və götürə bilmərəm. Deməli, yenicə dərsə başlamışdıq. Nə etmişdik? Başlamışdıq. Kim? Biz. Və görürük ki, mübtədası yoxdur bu cümlənin. Elə deməli, bu cümlə yalnız buna aid olan cümlə imiş. Fikir imiş. Deməli, biri götürdük. Biri oldu 1. 2. Budaq cümlə baş cümləyə tabellik bağlayıcısı ilə bağlanıb. Baxın, yoldaşlar, hər bir cümlə ki bağlayıcısı ilə bağlandığı üçün bu fikir, yəni tabellik bağlayıcısına bağlandığı üçün bu fikir ortaq fikirdir. Bu hissədə yazılmalıdır. 5 ilə 6-nın yanında yazılmalıdır. Amma verib yalnız birinci cümləyə uyğun. Ona görə bunu götürmürük biz. 2 yanlışdır. Yanlış yerə yazılıb yəni. Üçüncüyə baxırıq. Budaq cümlə baş cümlədən əvvəl işlənib. Bəli, bunu dedik ki, budaq başdır bu cümlə. Yəni ikinci cümlə budaq başdır. Birinci cümlə isə baş budaqdır. Baş birinci cümlə gəlib, budaq ikinci. Deməli 3-ü də götürdük. 3 də bizim doğru cavabdır. Baş cümlənin mübtədası söz birləşməsi ilə ifadə olunmayıb. Bunun baş cümləsi hansıydı? At yarışlarının səsi sinfi bürüdü. Bu baş cümlədir. Yenicə dərsə başlamışdıq ki, bu da budaq cümlədir. Deməli, nə etdi? Bürüdü. Nə bürüdü? At yarışlarının səsi. Burada görürük ki, baş cümlənin mübtədası söz birləşməsi ilə ifadə olunub. Yəni, at yarışlarının səsi söz birləşməsidir. Üçüncü nöqtənin söz birləşməsi. Deməli, bu yanlış fikirdir. 4-ü çıxırıq. 5-ə baxırıq. Baş cümlənin tərkibində tamamlıq işlənib. İndi biz baş cümlələri bildik də, düzdür? Hansıdır? Birinci cümlədə birinci baş gəlib, ikinci budaqdır. İkinci cümlədə isə birinci budaqdır, ikinci başdır. İndi bizə deyir ki, baş cümlənin tərkibində tamamlıq işlənib. Baxırıq, bunun baş cümləsi hansıydı? Mən ona deməliyəm ki, nə etməliyəm? Deməliyəm. Kimə? Ona. Ya onu. Burada onu tamamlığı var. Bu cümləyə aiddir bu. Bunun isə baş cümləsi hansıdır? At yarışlarının səsi sinfi bürüdü. Nə etdi? Bürüdü. Haranı? Sinfi. Burada da tamamlıq var. Deməli, bu fikir ortaq xüsusiyyət imiş. Doğru yazılıb. Cavab olur 1, 3, 5. Yəni B variantı. 6-ya baxırıq. Baş cümlə budaq cümlədən əvvəl gəlib. Bu isə yanlışdır. Bu yalnız birinci cümləyə aiddir. İkinci cümlədə budaq başdır.
7-də söz sırasını pozulmuş hansı nümunə əmr cümləsidir? Əmr cümləsi hansı cümlələr idi? Xəbəri əmr şəkli ilə, feilin əmr şəkli ilə ifadə olunan cümlələr feilin əmr cümləsidir. Yəni əmr cümlələridir. Xəbəri feilin əmr şəkli ilə ifadə olunmuş cümlələr əmr cümləsidir. Bu qaydanı bildik. Yoldaş polis, siz özünüz araşdırın baş verənləri. Bax, burada görürük ki, inversiya var, yəni söz sırası pozulur. Necə olmalıdır? Siz özünüz baş verənləri araşdırın. İnversiyası var. Söz sırası pozulur. İndi baxırıq, xəbərini tapaq. Nə edin? Araşdırın. Və nöqtə qoyulub. Bəli, araşdırın əmr şəklindədir. Cümlənin sonunda da nöqtə qoyulub. Deməli, elə bu əmr cümləsidir. Əmr cümləsində, nəql cümləsində sonunda nöqtə qoyulur. Bunları necə fərqləndirir? Əgər xəbəri əmr şəkli ilə ifadə olunubsa, bu olur əmr cümləsi, qalan hallarda olur nəql cümlə. B-yə baxırıq. Xidmətlərimizi dəyərləndirmək lazımdır. Lazımdır, xeyli xəbər deyil, ismi xəbərdir. Ona görə bu şərti ödəmir. Uşaqlar məktəbə vaxtında aparın. Uşaqları məktəbə vaxtında aparın. Nə edin? Aparın. Bu əmr cümləsidir, amma söz sırası pozulmayıb deyə cəyəni götürmürük. İmranı da gördüm yeni evin çıxışına sağa gedənlərin arasında. Burada söz sırası pozulub, amma xəbərinə baxın, gördüm. Gördüm, xəbər şəklində olan feildir. Bu, yəni nəqli cümlədir, əmr cümləsi deyil. Bizə əzizdir vətənlərdaşı. Burada söz sırası pozulub, amma xəbəri əzizdir, ismi xəbərdir, ümumiyyətlə feili xəbər deyil, əmr şəklində deyil. Bu da olur nəqli cümlə. 8-ə baxırıq. Hansı sözün deyilişi ilə yazışı arasında fərq yoxdur? Mayonez A-la deyilir, xaricdə ç olur. Günbəzli. Bu n keçir m-ya, l da keçir d-ya. Meridiyanda y artırılmalıdır. İ ilə an arasında. Qotos sözü isə olduğu kimi tələffüz olunur. 9-a baxırıq. Hansı cümlədə əlavə cümlənin baş yüzünə aiddir? Kəndə, Quzanlıya ailəmizlə birgə gedirik. Nə edirik? Gedirik. Hara? Kəndə, Quzanlıya. Burada əlavə yer zərfliyinin əlavəsidir. Baş üzvün deyil. Nə mübtəda deyil, nə xəbər. Kəlbəcərdə inşaat işləri, yenidən qurma fəaliyyəti davam edir. Davam edir. Nə? İnşaat işləri, yenidən qurma fəaliyyəti. Baxın, görürük ki, mübtədanın əlavəsi var. Cavab elə olur B variantı. Dağlara, dərələrə, çaylara, təbiəti qoyununu sevirik. Burada əlavə yoxdur, ümumiləşdirici söz var. C çıxdı. Artıq şad xəbərlər, yeni qələbə xəbərləri eşidirik. Eşidirik. Nəyi eşidirik? Şad xəbərləri, yeni qələbə xəbərlərini. Və burada tamamlığın əlavəsi var. Tarix müəllimimiz Şirxan bu mövzunu İrəvan tarixini çox araşdırıb. Araşdırıb nəyi? Mövzunu, İrəvan tarixini. Burada da tamamlığın əlavəsi var. Sonra qrammatik normanın pozulduğu cümlələri müəyyən edin. Uşaqların hamısı dərsə gəlmişdilər. Nə etmişlər? Gəlmişlər. Kim uşaqların hamısı? Deməli, yoldaşlar, burada kəmiyyətə görə uzlaşma əlaqəsi pozulub və qrammatik normada pozulub. Bizim uzlaşma əlaqəsinin tələbi nə idi? Uzlaşma əlaqəsi deyir ki, mübtəda təşkil xəbərdə təşkil olmalıdır. Cəmdə etsə cəmdə olmalıdır. Söz birləşmələrində diqqətli olun. Söz birləşmələrində o uzlaşma məsələsinə əsas tərəfə görə baxmalıyıq. Yəni əsas tərəf təkdədirsə xəbərdə təkdə olmalıdır, cəmdədirsə xəbərdə cəmdə olmalıdır. Burada uşaqların hamısı birləşmənin əsas tərəf hansıdır? Hamısı. Bu hamısı təkdədir. Deməli xəbər də təkdə olmalıdır. Amma verib cəmdə. Bu da qrammatik normanın pozuntusu deməkdir. Burada uşaqların sözündəki lar bizi çaşdırmasın. Biz söz birləşməsinin əsas tərəfinə görə müəyyən edirik. Bu uzlaşma pozulub yoxsa yox? Ona görə biri götürdük normanın pozuntusu kimi. Kimsə məni dinləmir, kimsə eşitmir. Burada qrammatik norma pozuntusu yoxdur. Bir sıra məsələdə qardaşımdan məsləhət aldım. Burada var pozulma. Niyə? Çünki bir sıra bir çox sayından sonra gələn isim cəmdə olmalıdır. Cəmdə. Məsələlərdə qardaşımdan məsləhət aldım olmalıdır. Ona görə 3-ü də götürürük. Sonra nə Zeynəb əl çəkir, nə də İlhamə onunla barışır. Burada da qrammatik norma pozuntusu yoxdur. Atam və mən toya gedirəm. Bu da yanlışdır. Çünki həmcins mübtədalardan biri birinci şəxsdədirsə, xəbər birinci şəxsin cəmində olmalıdır. Gedirik formasında olmalıydı bu. Ona görə 5 də norma pozuntusudur. Cavab olur 1, 3, 5, yəni A variantı. Mətn bir və ya bir neçə abzasdan ibarət ola bilər. Burada da qrammatik norma pozuntusu yoxdur.
11-ə baxırıq. Hansı nümunədə tabesiz mürəkkəb cümlənin tərkib hissələri bağlayıcılara qalmışdır? Aha. Hərçənd hamı cənnətə getmək istəyir, amma heç kəs ölmək istəmir. Deməli, yoldaşlar, tabelli bağlayıcıları işlənən cümlələr tabesiz mürəkkəb cümlə ola bilməz. Bu tabeli mürəkkəb cümlədir. Baxın, burada hərçənd tabelidir də, güzəşt bağlayıcısıdır. Deməli, bu tabeli mürəkkəb cümlədir. A variantı çıxdı. Kəndə taksi ilə getsəm də, baxın, yoldaşlar, da, sa belə bununla bağlananlarda burada tabesiz mürəkkəb cümlə olmur. Bu da tabelidir. Və bu da birinci gəlib. Oyun ağır keçirdi. Çünki burada tabelli bağlayıcıdır. Ona görə bu da getdi. Tabeli mürəkkəb cümlədir. Dostum və mən düşünüb sonra danışırıq. Sən isə tələsirsən. Danışırıq. Kim? Dostum və mən. Sən isə tələsirsən. Tələsirsən kim? Sən. Burada görürük ki, hər cümlənin öz mübtəda xəbəri var və burada isə bağlayıcısı var. İsə bağlayıcısı qarşılaşdırma bağlayıcısı ilə bağlanmış tabelsiz mürəkkəb cümlədir. Cavab olur D variantı. Əziz insanlara bel bağlayır. Eyni zamanda bunu dostlarına da tövsiyə edir. Nə edir? Bel bağlayır. Kim? Əziz. Eyni zamanda bunu dostlarına tövsiyə edir. Tövsiyə edir. Kim? Əziz. Burada görürük ki, hər iki xəbər əziz mübtədasına aiddir. Bu həmcins xəbərli sadə cümlədir. Ümumiyyətlə mürəkkəb cümlə deyil. 12. Hansı cümlədə qoşma istiqamət bildirir? İstiqamət bildirən hansılardır? Tərəf doğru sarı. Bunlar istiqamət bildirir. Uşaqlar böyütüşən yığmağı meşəyə tərəf, meşəyə doğru getdilər. Yönlü çalı sözə qoşulub. Cavab olur A variantı. İstiqamət bildirən qoşma da doğru. Təzə gələnlər üçün təqdimat nəzərə alınıb. Burada istiqamət yoxdur. Üçün səbəb məqsəd. Demək, Türkiyə ilə idman zalına tennis oynamağa getdilər. Burada ilə qoşmadır. Birgəlik qoşmasıdır. Külək əsən kimi bu qurumuş ağac yıxılacaq. Burada kimi istiqamət bildirmir. Yol kəndə qədər ağaclarla əhatələnmişdir. Kəndə qədər bu isə məsafə bildirir, istiqamət bildirmir. 13-ə baxırıq. Hansı cümlədə zərf hərəkətə aid deyil? İnşaat işləri bayaqdan davam edir. Bayaqdan zərfi davam edir hərəkətinə aiddir. 1 çıxdı. İndi bizim üçün gecdir. İndi zərfi gecdir zərfinə aiddir. Burada hərəkətə aiddir. 2-ni götürürük. Abidələr tamamilə təmir edildi. Təmir edildi hərəkətində tamamilə zərfi aiddir. Tamamilə zərfi təmir edildi hərəkətinin miqdarını bildirir. 3-ü çıxdıq. Hərdən tarix kitablarına baxmalıyıq. Hərdən zərfi baxmalıyıq hərəkətinə aiddir. 4-ə çıxırıq. Aşağı adamlarla dolu idi. Burada aşağı zərfi hərəkətə aid deyil. Ümumiyyətlə bu cümlədə hərəkət yoxdur. Ona görə 5-i də götürürük. Cavab oldu 2-5, yəni D variantı. 14-cü sual. Hansı cümlədəki ismi birləşmənin hər biri müstəqil cümlə üzvüdür? Fəxrəddin onun həsrət dolu baxışlarını düşündükcə yuxuya getmişdi. Yuxuya getmişdi. Kim? Fəxrəddin. Nə zaman? Onun həsrət dolu baxışlarını düşündükcə. Baxın, burada onun həsrət dolu baxışları. 3-cü nöqtənin söz birləşməsidir. Amma o müstəqil cümlə üzvü deyil. Feili bağlama tərkibinin içində işlənib. Yəni müstəqil cümlə üzvü ola bilməyib. Feili bağlama tərkibinin içindədir. A-nı çıxdıq. Xəzər dənizində geniş araşdırma aparanlar bizim mühəndislərdir. Bizim mühəndislərdir. Hansı mühəndislərdir? Bizim mühəndislərdir. Bizim mühəndislərdir. Kim? Kim bizim mühəndislərdir? Xəzər dənizində geniş araşdırma aparanlar. Burada geniş araşdırma ismi birləşməsi olsa da, bu müstəqil cümlə üzvü deyil. Bu feili sifət tərkibinin içindədir. Müstəqil cümlə üzvü ola bilməyib. C-yə baxırıq. Ayğır gölünün suyuna həsrət qalan Azərbaycanlılar o ərazilərdə gəzəcəkləri günləri səbirsizlə gözləyirlər. Gözləyirlər. Kim? Azərbaycanlılar. Hansı Azərbaycanlılar? Ayğır gölünün suyuna həsrət qalan Azərbaycanlılar. Burada Ayğır gölünün suyu 3-cü nöqtənin söz birləşməsi işlənsə də, o feili sifət tərkibinin içindədir. Müstəqil cümlə üzvü deyil. Sonra, bu da həqiqətdir ki, vətən torpağını qorumaq üçün canımızı qurban verməyə daim hazırıq. Hazırıq. Niyə hazırıq? Nəyə hazırıq? Vətən torpağını qorumaq üçün canımızı qurban verməyə. Burada vətən torpağını qorumaq üçün. Vətən torpağı ikinci nöqtənin söz birləşməsidir. Amma o
Məstər tərkibinin içindədir. Yəni müstəqil cümlə üzvü deyil. Ona görə D də çıxır. Gözlərimin nuru sənsən, evimin yaraşığı da sənsən. Sənsən kim? Gözlərimin nuru. Sənsən kim? Evimin yaraşığı. Və burada gözlərimin nuru ilə evimin yaraşığı üçüncü nöqtənin sözləşməsidir və hər biri mübtəda mövqeyində çıxış edir. Cavab olur E variantı. Altından xəçirilmiş hansı nümunədən çıxarılsa cümlənin sintaktik təhlil sxemi dəyişməsi. Hamı ağıllıdır, hamı müdrikdir, hamı hər şeyi bilir. Burada hamını çıxarsam mübtəda olmayacaq. Qəribədir, onu hardansa tanıyıram. Burada da qəribədir çıxarmaq olmaz. Çıraq yağla doldursa yandır. Doludursa yandır. Doludursa nə ilə? Yağla. Burada çıxarsam tamamlıq olmayacaq. Deməli, yaltaqların böyük ağası şirin yalanları xoşlayır. Xoşlayır nəyi? Yalanları. Necə yalanları? Şirin yalanları. Kim? Yaltaqların böyük ağası. Və yaltaqların böyük ağası üçüncü nöqtənin sözləşməsidir. Və onun tərkibində böyük sözü var. Bu böyük sözünü çıxarsam da sintaktik təhlili dəyişməyəcək. Çünki yaltaqların ağası yenə də üçüncü nöqtənin sözləşməsi olacaq və bir mübtəda kimi götürüləcək. Burada böyük olsa da, olmasa da bu üçüncü növdür və üçüncü növ parçalanmır. Bütövlükdə cümlənin bir üzvü olur. Ona görə cavab olur D variantı. İnsan milyonlarla dövriyyəsi olan ticarətlə məşğul olanda özünü gücsüz hesab etmir. Hesab etmir. Deməli, kim insan nə zaman milyonlarla dövriyyəsi olan ticarətlə məşğul olanda. Burada məşğul olanlardan çıxarsam, belə deyək, zərfliyin azalma ehtimalı var. Ona görə E-ni çıxırıq. Hansı nümunədə həm tabelli, həm də tabesli əlaqəsi var. Həm də müxtəlif maşın markaları toplayır. Burada tabesli əlaqəsi yoxdur, tabelliyi var. Dağ havasını atalarımız da sevərmiş. Burada tabesli yoxdur. Günel ilə Nərgiz təzə binadan ev alıblar. Kim? Günel, Nərgiz. Burada L birləşdirmə bağlayıcısıdır. Yəni V-nin sinonimidir. Burada bu mübtədalar arasında, həmcins mübtədalar arasında tabesli əlaqəsi var. Həmçinin mübtəda ilə xəbər arasında da bir tabelli əlaqəsi var, uzlaşma əlaqəsi var. Ona görə cavab olur C variantı. Durur, yer, içir, yatır. Burada isə yalnız tabesli əlaqəsi var, tabelli yoxdur. Adil, oğul, sözsüz razıyıq. Burada adil xitabdır, oğul xitabdır, sözsüz. Modal sözdür, razıyıq. Bir dənə xəbər var burada. Burada da heç bir sintaktik əlaqə yoxdur. Ona görə E-də çıxır. 17. Hansı cümlədə iki məcaz mənada ifadə işlənmişdir? Bu rahatdır. Dostdan belə insan düşüncələrini oxuyur. Burada bir dənədir. Sənin qanadlı şeirlərin, qanadlı şeir məcazi mənada. Mənim ruhumu oxşayır, ruhu oxşamaq da məcazdır. Cavab olur B variantı. 18. Hansı cümlədə tünd qara hərflərlə yazılmış isə bütövlükdə bağlayıcıdır. Bu gün dolu yağır. Odur ki, sürünü dağa çıxara bilməyəcək. Elə burada odur ki, bağlayıcıdır. Cavab olur A variantı. Baxırıq. Olsun ki, qonaqlar bugün gəlməyəcək. Olsun ki, ola bilsin ki, bu bağlayıcı deyil. Cidləri olduqca vətən basılmaz. Olduqca burada feili bağlamadır. Burada çıxdı. Səməd atın necə də gözəl yalı var idi. Səmənd atın necə də gözəl yalı var idi. Burada necə də ədatdır, qüvvətləndirici. Məsləhətimiz odur ki, tədbirlərə müdir də iştirak etsin. Burada odur. O əvəzlidir. Dur xəbərli şəkilçisidir. Ki isə bağlayıcıdır. E variantında çıxdıq. Hansı söz yerinə görə köməkçi inksəsi kimi deyil, üç fərqli əsas inksəsi kimi işlənə bilər? Tək sözü köməkçi inksəsi kimi işlənə bilir. Tək bir bağlayıcı kimi, bir də ədat kimi ola bilər. Doğru sözdə bir tək bir qoşma kimi, üzr istəyirəm. Qoşma kimi də bağlayıcı, ədat kimi. Doğru sözü qoşma kimi işlənə bilir. Sarı sözü qoşma kimi işlənə bilir. Düz sözü ədat kimi işlənə bilir. Cavabımız olur 10-da C variantı. Bir 10 sayına da 10-da 10 sayına da şəkilçisi, yerli yer şəkilçisi. Bir 10-da o adamda o şəxs əvəzliyinə 10-da n bitişdirici da yerli yer şəkilçisi. Bir də var. 10-da buralarda heç evlər də yox idi. 10-da o zaman 10-da sözü bir zərf kimi də işlənə bilir. Üç fərqli inksəs kimi işlətdik. Bir say, bir zərf, bir də əvəzi kimi. 20-də hansı cümlədə bütün durğu işarələri düzgün istifadə edilib? Vay, bu nə iş idi, düşdük. Deməli yoldaşlar, baxın gördük ki, vay nidadan sonra gələn söz böyük hərflə yazılıb. Deməli burada vergül yox,
nida işarəsi qoyulmalıymış. Vergül qoyulanda bu kiçik ilə yazılmalıdır. A variantı çıxdı. Arif, təəssüf ki, kədərli musiqilərə çox qulaq asırsan. Baxın, burada təəssüf ki, modal sözdür. Onun hər iki tərəfində vergül qoyulmalıdır. Həmçinin Arif burada xitabdır. Xitabdan sonra da vergül qoyulmalıdır. Burada vergül qoyulmamışdır. Ona görə B də yanlışdır. Bəli, mən də, Sənan da bilirik ki, Bakı-Sumqayıt qatarı hər gün işləyir. Burada mən dədən sonra vergül qoyulur. Amma Sənan dadan sonra vergül qoyulmur. Daha ondan sonra sadalanma yoxdur. Axı biz vergül qoyaq. Ona görə C də yanlışdır. Bu uşaq düzəlmir ki, düzəlmir. Buradakı vergül düzdür. Düzəlmir 2-dən sonra vergül. Amma bu uşaq o bu əvəzlə hansı sualına cavab versə, ondan sonra vergül qoyulmur. D da çıxdı. Danışan yəqin məktəbin direktorudur, Vəli müəllimdir. Burada yəqin modal sözdür. Hər iki tərəfinə vergül qoyulmalıdır. Doğrudur. Məktəbin direktorudur, Vəli müəllimdir. Burada da əlavə işlənib. Bu da doğru qoyulub. Cavabımız olur E variantı. Növbətiyə baxırıq. Cədvələ uyğun sözləri müəyyən edin. Deməli, tərkibinə görə 2 cür təhlil oluna bilər, tərkibinə görə 1 cür təhlil oluna bilər. Deməli, qorunar sözü 1 cür təhlil olunur. Qorudan, qorunmaq, arda qrammatik şəkilçi. Bunu çıxırıq. Açarlar sözü. Açarlar sözünü 2 cür düşünə bilərəm. Bir açar ismi kimi, qıfıl, açar. Bu zaman olur aç sözün kökü ar leks şəkilçisi, lar olur cəm şəkilçisi. Bir də onlar gəlib qapını açarlar. Niyə derlər? Açarlar. Feil kimi olsa aç sözün kökü olur, ar olur qrammatik şəkilçisi, zaman lar olur kəmiyə şəkilçisi. Deməli 2-ni götürürük. Qaladır. Deyirəm ki, uzaqdan görünən qaladır. Nədir? Qaladır. Qala isminə dır qrammatik şəkilçisi xəbərlik. Bir də o həyətlərinin yanında ocaq qaladır. Qalamaqdan qalatmaq, ırda qrammatik şəkilçisi, zaman şəkilçisi. Bunu da 2 cür düşünə bildim. Evli sözü yalnız 1 cür düşünə bilərəm də. Hər mənada burada ev sözün kökü olacaq, li olacaq, leks şəkilçisi. Demək 4-də götürürük. Ələ sözünü isə 2 cür təhlil olunma olur. Bir, ələmək feili, burada ə olacaq, leks şəkilçisi. Bir də ələ su tök. Nəyə? Ələ. Əl sözün kökü ə olacaq, yönlü yaxşı şəkilçisi. Ona görə bunu çıxdıq. Çalxala. Bu da 1 cür təhlil olunur. Çaldan çalxala. Cavab oldu 2, 3, 4, 6, yəni bu variantı. Hansı cümlədə hərəkətin subyektini bildirən söz iştirak etsə də müstəqil cümlə üzvü deyil? Otağın dizaynı çox daxiyana hazırlanıb. Burada ümumiyyətlə subyekt yoxdur. Atam gələndə işin ən qızğın vaxtı idi. İşin ən qızğın vaxtı idi. Nə zaman? Atam gələndə. Burada gələn atadır, subyektdir, amma müstəqil cümlə üzvü deyil, feilli bağlama tərkibinin içindədir. Cavab olur B variantı. Yağış səhərə yaxın kəsdi. Nə etdi? Kəsdi. Nə yağış? Nə zaman? Səhərə yaxın. Burada müstəqil cümlə üzvüdür. İgidlər düşmənin üzərinə mərdəklə atıldılar. Nə etdilər? Atıldılar. Kim igidlər? Burada da subyekt müstəqil cümlə üzvüdür. Yazıda xətaya yol verilmişdi. Burada ümumiyyətlə subyekt yoxdur. 20-ə baxırıq. Qoca səndələyə-səndələyə ayağa qalxdı. Divardan tutaraq qapını əli ilə axtarıb tapdı. Nümunəsinin haqqında doğru fikirləri müəyyən edin. Feilin təsbih formaları fərqli şəkilçilərlə yaranmışdır. Bəli, səndələyə-səndələyə feili bağlamadır. Bu A. A şəkilçisinin köməyinə yaranıb. Divardan tutaraq araq feili bağlama şəkilçisi də araqla yaranıb. Qapını əli ilə axtarıb ıb feili bağlamada ıbla yaranıb. Bu doğru fikirdir. Tabesi mürəkkəb cümlədir. Bu yanlışdır. Çünki qoca deyir səndələyə-səndələyə ayağa qalxdı. Qalxdı kim? Qoca. Divarlardan tutaraq qapını əli ilə axtarıb tapdı kim? Qoca. Bu həmciz xəbərli sadə cümlədir. Hər iki xəbər gördük ki, qoca mübtədasına aiddir. Ona görə tabesi mürəkkəb cümlə deyil. Ümumiyyətlə mürəkkəb cümlə deyir. Cümlənin xəbərləri həmcinsdir. Bəli, dedik ki, həmcinsdir. Doğrudur. Deməli 1, 3. Adi dərəcədə olan sifət isimləşməyib. Qoca. Qoca sözü isimləşib baxı burada. Ona görə getdi. Yalnız qrammatik mənası olan bir söz işlənib. Qoca səndələyə-səndələyə ayağa qalxdı. Divardan tutaraq qapını əli ilə axtarıb tapdı. Bəli, ilə burada qoşmadı. Bu da doğrudur. Zərflik işlənsə də zərf işlənməyib. Qoca səndələyə-səndələyə ayağa qalxdı. Nə etdi? Ayağa qalxdı kim? Qoca necə? Səndələyə-səndələyə. Burada feili bağlamadı. Zərfli mövqeyindədir. Ümumiyyətlə burada zərf yoxdur. Bu da doğrudur. Cavab oldu 1, 3, 5, 6. Növbətiyə baxırıq.
24'te fərqləndirilmiş sözlərə əsasən Eyler-Venn diaqramı uyğun olmayan fikirlər müəyyən edin. Uyğun olmayan. Deməli deyir ki, kimin ağlına gələrdi ki, belə ola bilər? Burada kimin və ki. Bu da cümlə baş cümləyə bağlayan vasitədir. Yanlışdır. Orada bağlayan vasitə ki bağlayıcısıdır. Kimin sözü orada bağlayıcı söz funksiyasında iştirak eləmir. Deməli bir yerə yanlışdır. Biri götürdük. Tabelə əlaqəsinin tərəfidir. Kimin ağlına gələrdi ki, bu doğrudur. Doğru olduğu üçün götürmürük. Müstəqil sintaktik sual yoxdur. Bu da doğrudur. Kiminin də, kinin də, kimin sual əvəzi idi. Sintaktik sual yoxdur. Ki isə ümumiyyətlə orada müstəqil cümlə üzvü deyil bu. Ki isə belə deyək də, bağlayıcıda onda cümlə üzvü deyil. Ona görə bu da doğrudur. Bu da cümlənin tərkibindədir. Bu da yanlışdır. Ki orada baş cümlənin tərkibindədir. 4-ü də götürürük. Bağlayıcı vasitədir. 5. Bəli, ki bağlayıcı vasitədir orada. Mürəkkəb cümləni bir-birinə bağlayır. Bu da doğrudur. Cavab oldu 1-4. 25. Hansı cümlədə əvəzlikdən sonra vergül işarəsi düzgün qoyulub? Bəziləri əsasən səhərlər oxuyurlar. Bu da əsasən modal sözdür. Cümlənin ortasında gəldiyi üçün hər iki tərəfdə vergül qoyulur. Deməli, bəziləri bağlayıcısından sonra gələn vergül doğrudur. Bağlayıcıda deyirəm, əvəzliyindən sonra. Deməli, 1-i götürdük. O 9-cu sırada əyləşmişdi. Kim? O bu əvəzlikləri kim sualına cavab verəndə, ondan sonra say gələndə vergül qoyula bilər. Qoyulmalıdır. Deməli, bu da doğrudur. Bu atamın mənə hədiyyə etdiyi tarixi kitabdır. Nə? Bu. Bundan sonra bu nə sualına cavab verir? Görürük ki, isim gəlir, vergül qoyulmalıdır. Üstə doğrudur. O nə sənanındır, nə də sənin. Burada o'dan sonra bağlayıcı gəlir, vergül olmaz. Yanlışdır. Bu mənə də maraqlıdır ki, budan sonra əvəzli gəlir, vergül olmaz. Deməli, cavab oldu 1, 2, 3. 2, 3. Sonra 26. Hansı sözlərin yazışında orfoqrafik səhv var? Lotereya doğrudur. Moderator doğrudur. Naxış doğrudur. Sancmaq yox, sancmaq cığınan olmalıdır. Bu yanlışdır. Sonra yemişanlıq doğrudur. Saxtakarlıqda isə d-la yox, t-la yazılmalıdır. Cavab oldu 4 və 5. Növbəti sual 27. Cümlələr arasında uyğunluğu müəyyən edin. Hər iki baş üzv nitq səslə ifadə olunub. Baş üzvlərdən yalnız biri nitq səslə ifadə olunub. Şuşalılar artıq öz ellərinə köç edirlər. Köç edirlər. Kim Şuşalılar? Köç etmək mürəkkəb feildir. Sözdür. Nitq səsli feildir. Şuşalılar isə isimdir. O da nitq səslə ifadə olunub. Deməli, A-nı yazırıq. 1-ə. Hər iki baş üzv nitq səslə ifadə olunub. Tarixi abidələri araşdıran Samin bu gün hamı tərəfindən sevilir. Sevilir kim? Samin. Burada da sevilir xəbəri feillə ifadə olunur. Nitq səsdir. Samin də ismlə ifadə olunmuş mübtədadır. Bu da nitq səsdir. Deməli, B-ni də yazırıq 1-ə. Qərarlı olmaq sizin ən mühüm keyfiyyətinizdir. Sizin ən mühüm keyfiyyətinizdir. Nə? Qərarlı olmaq. Burada qərarlı olmaq mürəkkəb feildir. Nitq səsidir. Sizin ən mühüm keyfiyyətinizdir. Bu isə söz birləşməsi ifadə olunur. Deməli, ikinciyə uyğun gəlir bu. Baş sözlərdən yalnız biri nitq səsi ifadə olunur. Mübtəda nitq səsini ifadə olunur. C-ni yazdı bura. Təkamül məsələsi bizim tədqiqat mövzumuzdur. Bizim tədqiqat mövzumuzdur. Nə? Təkamül məsələsi. Burada hər iki üzv söz birləşməsindən ifadə olunur deyə heç bir şərti ödəmir bu. Nigar xanımın atası öz dövründə çox tanınmış şəxs olub. Şəxs olub kim? Nigar xanımın atası. Burada da xəbəri nitq səsinin ifadə olunub. Mübtəda səs söz birləşməsindən, yəni ikinci şərtə uyğundur. Növbəti tapşırıq mətndən bağlı olan tapşırıqlardır. Əgər mətni oxumayıbsa, oxuyub suallara birlikdə cavab verə bilərik. 28-ə baxırıq. Mətnə aid olduğu üslublu xüsusiyyətlərə əsasən müqayisə cədvəlinə uyğun fikirlər yazın. Əsas mətn publisistik mətndir. Publisistik. Publisistik mətnin xüsusiyyəti nə idi? Deməli, təsirlilik, analitik şərh, sonra qəzet mətbuat dilinə uyğundur və s. kimi fikirləri yazmalıyıq əsas mətnə. Amma buradakı mətn isə özünü ələ alaraq yoluma davam etdim. Çox keçmədi ki, yan yörəmə zəbt etmiş yaşıl budaqlar seyrilməyə başladı. Xəfif küləyin ilıq nəfəsi üzümə toxunanda başa düşdüm ki, bax görürük ki, obrazlıq, məcazlıq çox işlənir. Bu bədii üsluba aid nümunədir.
Bədii üslubda nə yazırıq? Obrazlıq, emosionallıq, sonra məcazili, bədii təsvir və ifadə vasitələrindən istifadə bu bədii üslubun xarakteri xüsusiyyətidir. Həm publisistik, həm də bədii üsluba aid xüsusiyyət isə yaza bilərik ki, funksional üslubdur, üslublardır. Bir də ədəbi dilin normalarına tabedir. Bunu yazdıq. Sonra 29-da ikinci abzasda nöqtələrin yerinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. İkinci abzas hansıdır? Bax bura. Azərbaycan müflərindəki şər varlıqlar arasında cinlər İslam, divlər, pərilər zərdüştlük, hal anası isə şamanist ideyalarının daşıyıcısıdır. Və yaxud da göstəricisidir kimi sözlər yaza bilərik. 30-da mətn əsasən yanlış fikri müəyyən edib seçiminizi əsaslandırın. Azərbaycan miflərində müxtəlif dinlərin ideyaları ilə bağlı elementlər vardır. Bəli, bu doğru fikirdir. İnsanlar müxtəlif dinlərə inansalar da qədim miflər onların adətlərində yaşayırlar. Bəli, hələ də məsələn Azərbaycanda xalq mədəniyyətində mifoloji adlar yaşayır. Dini inanclar bir-birinə təsir edə bilmişdir. Bəli, məsələn şamanizm adətləri İslamın təsirli dəyişikliklərə məruz qalmışdır. Doğrudur. Müxtəlif dinlərin ideyaları həmişə bir-birlə ziddiyyət təşkil etmişdir. Yanlışdır. Böyle 4 yanlış olacaq. Bu qədər. Sağ olun. Hər birinizə uğurlar.